Hello. Herkese merhaba. Herkese salamlar. Yeni bir vlogumuzu çəkirik. Hansı ki milyonuncudur və biz heç vaxt paylaşmamışıq. Görün kim var. Say hi. Hay! Biz hazırda otelimizdəyik. Gəlmişik yeni bir ölkəyə. Bura gəlməyi çoxdandan planlamışdıq. Keçən il Kolumbiyada olanda demişdik ki next destination neresi? Rio de Janeiro. Brazil. Deməli biz dünən gəldik. Sonra 3 saata yaxın pasport kontrolda durduq. Sonra otelimizə gəldik. Yatdıq, səhər saat 6-da durmuşuq. Çünki jet lagıq, bizim saat fərqimiz var. Hazırda oteldə dostlarımızı gözləyirik. Hansı ki onlar gəlsin bir yerdə başlayaq səyahətimizə. Sizə indi olduğumuz otaqdan mənzərəni göstərmək istəyirəm. Altın səsi bir dənə yandıra bilərsən? Hə, sizə mənzərəni göstərim. Hayır ki, pəncərə açılmır. Biz Amsterdamdan bura birbaşa uçduq Kaylemlə. Kaylem Niderlandın Airlines'ıdır. Çox da sevmədim. Düzü 3-cü dəfədə artıq Kaylemlə uçuruq, amma mən sevmirəm Kaylem'i çünki az qaldıq. Heç vaxt yeməklər vermədilər, çox az yemək verdilər. Ümumiyyətlə yemək vermədilər məncə. Ancaq belə nə bilim pizza, macə üstündə pizzaya bənzər heç bir şey yox idi. Gəlməmişdən qabaq havalara baxırdıq və hazırda yay idi burada. 32 dərəcə, 35 dərəcə zad olur. Bu bizim bəxtimizdən bugün hava sərindi və yağış yağır. Amma olsun, nə edirik? Keyfimizi pozmuruq, əylənirik. İndi mənim ən yaxın podruqam gəlir. Miloşkam və onun yoldaşı Emiş, Elmar yəni. İndi onları gözləyirik ki, sonra çıxaq gedək gəzməyə. Nətəsiz? Öydəsən döyəm. Nətəsiz? Bugün gəlmişik məşhur Riyodakı heykələ. Riyodakı ən hündür heykəllərdən biridir. Amma dünyanın yeni dövrün möcüzələrindən sayılır. Hündürlüyü səhv eləmirəmsə 37 yoxsa 38 metr olmalıdır. Çox böyükdür belə. Burada belə çoxlu insanlar var. Dostlarımız var. Yoldaşım. Sizin əziz tamaşaçılar. Şükürlüğe gedəydi Altu. Ay, duman gəldi. Bayaq yox idi bu duman. Mənzərə çəkəsi idim. Haycan. Şu mənzərəyi göstəreyim. Mas inclina bem o celular. Bura gəlmək üçün əvvəlcədən bilet alırsınız. Bir neçə variantda gəlmək mümkündür. Ya qatarla, ya avtobuslarla, ya funikulyorla çıxmaq olur. Biz avtobusla gəldik. Avtobuslar pulsuzdur. Çünki giriş tiketinə daxildir. Bir şey atışlar gedək Şükürlüğe. Gedək. Orada belə mənzərə ilə çəkək heç olmasa. Məncə məndən deyirəm sən. Uşaqlar Turist aktivitetlərimizi bitirək, sonra dənizə gedək. Yəni ona görə deyirəm ki, Şükürlüğe gedirsə buradan direkt gedək. Bitirək, sonra gedib yemək. Burada əsas məsələ bu heykəldir. Heykəlin bu qədər hündürlükdə olmasın. Onun üçün hündürlüyü də çəkmək lazımdır. Necəsə? Görürsün? Braziliyanın ikinci günü. Oturmuşuq Elmarla. İkimizik. Səbəb? Enjoying Brazilian night. Altın bugün... Bir daha güneş çıxır bugün. Güneş altını vurdu.
Gəlmişik. Hazırda xəstəxanadayıq. Saat 23:25. Altından Mila göndərmişik içəri. Özümüz də burada oturmuşuq reyllərə baxaraq. Altın Xəstəxanada çək belə. bunları seçsəm mızıldamazlar görə. Yox, kamera arxada da elə belə montaj. Bundan da heç biri ingilis dilində bilmir. Dərdimizi bir təhər anlatmışıq. İçəridə dedilər ki, 2 nəfər gedə bilər. Nəsə xəstəni göndərdi. Bir də dedik ki, Miloş şeydir də, belə diri başdı. Onu da göndərək. Miloşun da burasına etiket yapışdırdılar. Gediblər içəridə. Allah bilir başlarına nə gətirirlər. Heç nə gözləyirik. Deməli biz çıxdıq xəstəxanadan. Və şu anda Altun. Oy da ne geçe görsənim. Gecə. Bir dəqiqə. Gecə yanında McDonald's alaq. Gedirik McDonald's yeməyə. Acından ölürük. Gecə saat 02 əmniyyətçədir. Hazırda zavtraq eləyirik. Elmar itmişti. Elmarı bu kişi kaçırmıştı. Arkamızda olan o kaçan kişi. Elmarı zəbt eləmişti. Bu da Elmar. Gəldi. İndi hazırlaşırıq. Turumuz var. Turumuza gedəsik. Ona qabaq tişört almalıyıq. Bunu bakacağız. Getdik. Bir də görək başımıza nə gəlir. Başlama. Hay. Hazırda faveladayıq. Gəldi yana. Necəsiz? Uşaqlar, dünya neçənci böyüdü? 3-cü? 2. 2. Üçüncüsünde olmuşuq. Evet. Medelindəydi. Birincisi Hindistan'da da bura getmək fikrim yoxdur. Mənim də. Favelaya heç getmərəm. Ay, ondan bir də favelasını Birinci düşünün. xəstəlik tutmaq istəmirəm. Ona görə gedəcəyimiz son Toplucdakı faveladır. Təsəllə getdilər biri sonra Hindistandadılar. Yadında Kolumbiya haqqında elə deyirdik. Tutuşa bırak. Dronla çəkdik indi. Gözləyirik dronumuz gəlsin və biz onu reylə atırıq və o dronu çəkəndə next tripimiz plan. Ben helikopter de diyemedik değil mi olsun ha? Bəlkə elədik. Belki elədik. Sırtıq şey amma eləyədik. Quer me enganar, roubar meu coração. Quer apagar meu brilho e me deixar na solidão. Não sofrer, mas sou cria de favela. Vai tirar uma fotinha dele pra você ver qual é. Que eu gosto de festa. Nós influencia no acabar da xereca. Rotina O uşaq çox şirindir. Ayaqla onu oynayırlar. Müəllimləri də onların. Yox, müəllimlər məncə Hola. Hazırda İpanema beachdəyik. Bayaqdan əslində hava günəşli idi, indi buludludur. Get dedim çəkim, amma günəşləndiyim üçün çəkə bilməmişdim. İndi bulud gəldi, yadına düşdü ki çəkim. Oturmuşuq.
dincəlirik. Ətrafı göstərim. Bu bizim oturacaqlar, dəsmallarımız. Ipanema Beach və ikonik dağ. Odan ətəyində orada favela olur. Orada belə paniklər satırlar, gəzirlər, belə saxlayırlar, paniklərə baxırsınız, göstərim sizə də. Onun qızlar seçir orada panikləri. Bir oturacaq 4 dolar idi. Amerikan dolar yəni. Zontiki neçəyə götürdünüz? Zontik. Neçə dolar eləyir? Total nə qədər ödədiniz? 5? 70. 70 bunların doları ilə. Belə içkilər. İstəyirsinizsə alırsınız. Hamı nəsə satır. Hamı nəsə satır. Dedim sizin üçün futbol oynayan insanlar. Bakın hamı top oynuyor. Görün ne kadar zontik var. Dəhşət. İnsanlar her yerde top oynuyor. Hatta Ipanema'da daha az oynayırlar. Copacabana bildiğin toptu yani her taraf. Her taraf toptu. İnsanlar voleybol setkasının arasında böyle ayakla oynuyorlar. Bilmirəm oyunun adı nə gedir. Buradan böyle sahilin aklına kadar gelirsen bu hamısı Ipanema'dır. Buradan başlıyor ve oraya kadar. Daha sonra oradan geçende ise Copacabana sahili başlayır. Ümumiyyətlə Ipanema daha luxury sayılır. Burada daha bahalı zonadır. Böyle məşhur oteller, daha bahalı oteller buradadır. Copacabana ondan sonra daha yaxşı ərazi sayılır. Təbii ki orada bahadır. Yəni aralarında kəskin fərq yoxdur. Sadəcə ümumiyyətlə Ipanema'da varlı insanlar yaşır. Yəni söhbət lokallardan gedir. Evlərin qiyməti burada bahadır. Yatırım eləyən insanlar burada məsələn evlərini burada alırlar. Bir fakt deyim ki, burada ümumiyyətlə ingilis dilini bilən yoxdur. Heç yoxdur. Yəni chicken sözünü belə bilmirlər. Mən chicken fingers istəmişdim, fish fingers gətirmişdim. Yəni o qədər başa düşmürlər. Hello. Oteldən çıxdıq. İndi taksi sakız eləyib restorana gedəsi. Əslində Sunset-ə gedəsiydi. Amma Sunset görünür ki olmayacaq. Ona görə restoran buk eləmişik. Oraya gedib steak yeməliyik. Dostlarımız New York'da yaşayır. Onlar deyirlər ki bu steakhouse yəni orada da var. Onlar bunu çox tərif edirlər. Biz indi gedirik, bunu experience eləyək. Görək necədir. Belə. Elmarar da. Hello. Bugün bizim aktivite günümüzdür. Mən və Miloşka gəlmişik. Oğlanlar çünki qorxdu gəlmədi. Helikopter turuna. Çok güzel. Böyle bir yerde. Bu bizi karşılayır, aparır. Boşla hazırda çeyresi. Gözlüğüyle. Çok pis korkmuş. Sunset izleyirik.
deyil ha. Bütün əziz tamaşaçılarımıza buradan salam göndəririk. Çox gözəl arxamızda bir Rio şeyləri var. Nə var? Sunseti. Bugün bu ikisi tək gün keçirib nə hoqqa veriblərsə bilmirəm. Elmar çək deyəcək sizin altı. Elmar müəllim, nə demək istəyirsiniz? Çok güzel karlar var burada. Bəli, bəli. Ve karı geliyor oradan bak. Ay çox sağ ol. Təzə tapışqalarımız. Təzə Havayiyan yanasın. Tropikana. Gözləri doymur çünkü bütün günü Havayiyanın. Çünki bir də harda görəcəyik? Ondan da yiyirsən de kevdə. Yox. Ya Allah kıyındı. Yox, heç bir istəyirəm də. Eyni deyil, bu açıq yaşında. Soldun Allah. Mən bunu istədim, yaxşı elədim. İşte ne var bunda? Hadi farklı Mən olardı. bunu istədim. Kakos da var içində, mən beləyəm. Ben işte Evet, gözünüz doysun biraz. Ay, kürəyim Bir şey deyil adım. Hər şey olası, düzdür? Bir də tapışqamız seç buraları. Bunları da özümüz yapıştırdıq orada. Vurdurduq. Çok şirin uş ki. Su geldi. Daşadan Rio'ya yenidən tezliklə dönmə ümidi ilə. Bu sahədə burada sonlandırılır. 2029'da bu videonu təzədən paylaşacağıq. Arasında 2029'da görüşmək üzere. Amin. Ama bir dakika. See you in 2029. still single. Nəzələnmə, incizdir. Bir də söz deyim. Mən uşaqsız. Mən 4 il bundan sonra uşaqsız olmağı and içirəm. Arkadakı mənzərəmiz. Ve, Turkish or where are you from? yeah, almost Azerbaijani. Azerbaijan. Where are you from? From Germany originally, but I live here. Ah, okay. We came from Amsterdam, Netherlands. Ah, nice. Okay. But Yeah. Which city in Germany? Frankfurt. Frankfurt. Okay, nice. The sausages. Yeah. Yeah. Also. But I used to live in Istanbul, so. Oh, nice. Bir de Türkçe konuşabilirim. Oh, süper. Here to make kebabs. Yeah, of course. And why are you here in Rio? For work. I came here for work, but Ah, I stayed. It's Are you this is hiring? why I'm here. You're hiring. Do you like in Rio? Like everything is I've been good? here 18 years, so that tells you Oh, for a long time. nice. Are you from Baku or from? Yeah, Baku. Okay. They live in Amsterdam, we live in New York. New York. Ah, okay, nice as well. Our squad. Very cold now in New York. travel. Yeah. Very Yeah, cool. yeah, You're going- Yeah. Be back. Oh yeah. Yeah, it's 2029. 2029, only in 3 years. It's a long Yeah. time. Maybe. I also think like Maybe. Direct flight from New York. Try You to can, Like explore we could more explore. long Like, weekend. It's a great place for a long weekend. yeah, like. Lovely. Yeah. Great Every place. year we travel together. Ah, Yeah, nice. yeah. Very nice. Okay. But you went to school together or something? Oh, no. We are like friends. Friends. But from where? From. Azerbaijan. Yeah, you met each other in. That's Yeah. what I was saying. You Yeah. met Yeah. in school or something. Yeah, like there was an English school they met and then like they got married and we got married and then. Okay. And so you're the baggage. Yeah. You're the baggage. I would prefer about gəlmişik restorana sushi yeyirik. Sabah geldik. Bu O yüzden şu an ben ben doydum. Yallah, çok hoş geldin. Yani istemiyorum bunu. telefona düzmüşük ki, sonda aksanta deyəcək ki, bir nəfərin telefonunu seç, kimin telefonu seçsə o ödəniş eləyəcək. Şoto verəcək. Bu şrinkdir. Bu da ondan yeməli sənə bir şey. It's okay? It's perfect. Thank you. Bu bunların məşhurisidir. Dadı duşes dadı verir. Dedededem. Dırırım, dırırım. Bilirdim.
götür. Elmar şotu ver xahiş elə. Sözü nə tərbiyyə? Mən bəxtimi bilirəm. You chose my fault. Xahiş edirəm şotu ver. Mən doymuram. İnşallah çox tezliklə bura gələk. Amin, 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 amin. Çox gözəl. Bu mənzərələri mən heç vaxt unutmayacağam. And içə bilərəm. Ay Miloş, nə olar getməyək də. Gözəldir. Kaş ki cancellation gələ. Ay, uşağım qalıb orada nə deyirsən? Bax, bir gündə heç nə olmaz da və uşağı da dedi, Charlie deyir. Uşağımdır da. Yəni də indi insanlar elə bilməsin ki, oğlum və ya qızım var mənasında. Ha, oğlum var amma insanlardan daha şirindir. Hə. Ya ən şirin varlıqdır mənim oğlum. Satış mən burada belə çəkəm. O şeyi çəkməliydik deyirsən. Mən tezliklə qayıtmaq istəyirəm. Çünki mənim oğlum da buraları görməyə layiqdir. Məncə də. Amma olsun, niyə də yox? Məncə New Yorkdan Bakıya Gedək Charlie bura niyə gəlməsin? bura niyə gəlməsin? Sadəcə istidə biraz ləhləyəcək. Təqribən atacaq özünü yerə. Yox, onsuz da böyük ihtimal belə istidə çıxartmalıyam. Aha. Əgər ondan içmək istəyir. Ona görə next time oğlum da gəlir. Şap 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 şap. KFC oxşur belə budur. Belə şap-şap dənizi öyrəşdirməliyik. Ayda. Təsəvvür elə 6 il əvvəl koronada hokka verirdi Nafqanı. Biçin adı nə idi? Ayda heç yadıma deyil. Bir şey var, getdiyimiz biçin adı nə idi? Ayda şey akvaparkı bağlıydı. Ibiza'ydı, nə idi? Ibiza'ydı. Yox, Ibiza deyil idi. Yo. Miami biçi idi. Nəsə belə bir hansı bir şəhərin adı idi. Hər gün gedirdi. Yəni mən həyatımda elə qaralmamışdım. Həqiqətən. Amma çox zor idi. Bir 4 ay biz elə orada yaşadıq da. Amma çox qəşəng günlər idi. Çox qəşəngdir. Biz görən çox gəlmişik. Necə? Yox, bunlar o deyil. Dəli o oldu. Deyil, yox o da deyil. Hardadılar? Biraz Məncə bizim yanımızda belə qoyu zad yox idi. Orada getməliyik. Saat neçədir ki? Sən gəl. Okey. Biraz da mən belə 11:07. 11:07. Əslində 5 dəqiqəyə çıxa bilərik. Aha. Çünki gedəsi, içməsi, beşləri yığası, yığmısın beşləri? Bəziləri asılqandadır, onları yığmaq lazımdır. Mən də yolları bitirmişəm. Hə, Mən uzun paltarımı giyinəcəydim, amma giyinməyəcəm. çox isti olar, yox. Əslində sən hansı? Belə şeydir, tweet, yəni razi tweetdir. Prosta qumazada giysən batmasın deyə Məncə də. o kombinezonu geyinəcəm. Hə, özdə ondan yanında qəşəng şəklin də olmadı. Aha. Onunla çəkə də bilərsən şəkil. Siz gəlmədiyiniz Botanical Parkda şəkil çəkərik. Mən orada Bəlkə gəlmək istədi ya. palmaların arasından dağdan belə heykəli görəcəm. Sizi bir görməyəcək. Çünki niyə? Çünki gəlmirlər. Şeyin birəsiz. Artıq gəlmək istəmir. Yox. Tuş bir tuş. Prosta ikimiz də belə nə gəlmək istəyi var, nə gəlməmək. Mən sırf o mənzərəni görmək istəyirəm. Palmaların arasından dağ və şey, Heykəl. heykəl. O mənzərə üçün gedirəm. Çünki hər yerdə görürəm, onu görmək istəyirəm. Bir də deyirlər orada palmalar çox hündürdür. Onsuz o günlərin yanından keçəndə çox gözəl görünürdü. Aha. Bir də orada qədimi kafe var. Mənim dostum demişdi ki, 1938-ə tikilib. Belə çox belə qədimdir. Deyir yeməkləri dadlı çox deyil, amma
bir gedib İçki oturmağa içməyə. dəyər. Çünki arxada heykəl görsənir və dağ. Və ona düz qabağa. Bundan hamısını Milay deyir ki, mən bəlkə qaza gəlir. Məni bu qədər yaxşı tanımağım biraz məni qorxudur. Yəni belə deyim, dəniz hər yerdə var, amma o belə bir botanical garden hər yerdə yoxdur. Ki mən özdə botanical gardenlara getməyi sevən adam deyiləm, amma bunu geyib həqiqətən görmək istəyirəm. Orada meymunlar da var, hə? Hər şey var. Quş da var. Ha belə balaca var, başı ağ şeylər, meymun oxşayan yeyən. Hə. O da var. Quşu bilmirəm. Sən bilsən də biz itmişik şu anda, tapanmırıq. Hazırsınız uşaqlar? Getməyə vaxt. Çox zor idi. Gedək görək.